1453-cü il 29 may səhərin erkən saatlarında Konstantinopolin minili divarları gürültü ilə sarsılanda əslində təkcə bir şəhər yıxılmırdı. Zamanın oxu bir dəfəlik başqa bir istiqamətə dönürdü. Bəs gəlin xəyalımızın sərhədlərini zorlayaq. Əgər o divarlar keçilməz qalsaydı, əgər o may səhəri tarix başqa bir senari yazsaydı, bugün pəncərədən baxdığımız dünya necə görünərdi? Gəl danışım. Şəhər Osmanlı nəzarətinə keçəndə Avropanın nəfəs borusu kəsildi. Yollar bağlandı, vergilər dözülməz həddə çatdı. Avropalılar çarəsizlikdən ölümün gözünə dik baxaraq özlərini Atlas okeanının hələ də heç bir xəritədə mövcud olmayan qaranlıq sularına atdılar. Əgər Bizans yerində qalsaydı, o böyük çarəsizlik də olmayacaqdı. Bartolomeo Diaz isti sarayında oturub köhnə ticarət yollarının gəlirini hesablayacaq, Afrikanın cənubuna enməyə ehtiyac duymayacaqdı. Kristofor Kolumb qərbə doğru macəraya atılmaq üçün İspaniya krallığından bir qəpik də ala bilməyəcəkdi. Çünki heç kimə yeni torpaqlar lazım değildi. Vasco da Gama isə okean dalğaları ilə yox, Aralıq dənizinin sakit sularında ticarət gəmiləri ilə yarışacaqdı. Amerika qitəsi bəlkə də yüzilliklər sonra tamamilə təsadüfən kəşf olunacaqdı. Bugün bildiyimiz qlobal dünya nizamı, nəhəng metropollar və fərqli mədəniyyətlərin sintezi bəlkə də heç vaxt baş tutmayacaqdı. Konstantinopolin fəthi tarixin ən böyük domino effektidir. Bir gənc sultanın xəyalı ilə aşılan divarlar bugün bizim danışdığımız dildən tutmuş cibimizdəki texnologiya, yediyimiz yeməklərə qədər hər şeyə təsir etdi. O gün o qapılar açılmasaydı, bugün bəlkə də ingilisli qlobal güc olmayacaqdı. Dünya xəritəsi tamamilə fərqli rənglərlə boyanacaqdı. Həqiqətən də bəzən bir şəhərin taleyi bütün bəşəriyyətin ortaq hekayəsini yenidən yazır.